Salam, hörmətli müəllimlər. Axşamınız xeyir olsun. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Axşamınız xeyir. Səsim gəlir mənim. Gəlir Axşamınız Günay xeyir. müəllimə, axşamınız xeyir, hər vaxtınız xeyir. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Bugün ingilis dili bölməsində ilk dərsimizdir. İnşallah hər biriniz üçün faydalı keçər. Ümid edirəm ki, maraqlı suallarla müəllimlərimizi görəcəksiniz. Bilmədiyiniz, çətin gələn məqamların hər birini sual verə bilərsiniz. Amma çox xahiş edirik ki, texniki tərəflərdən yox, sırf imtahanla bağlı, qrammatika ilə və ya testlərlə, sınaqlarla bağlı suallar olsun. Çünki texniki tərəflərini onsuz da Elm və Təhsil Nazirliyi kifayət qədər nümayəndələr cavablayırlar, amma burada isə daha çox sırf bizim çətinlik çəkdiyimiz məqamlar olmalıdır ki, hansı məqamlarda biz çətinlik çəkiriksə, həmin məqamlarda biz sualları cavablayaq. Cəvahir müəllimə, mən görüntü Bəli. olaraq görsənmirəmmi, yoxsa yox? Görürük Mənə müəllimə, biz yazın. sizi görürük. Okay, yəqin Arzu müəllimədə internet zəifdir, ona görə görsənmir. Bir də Aha. sizdən bir xahiş eləyim ki, bir Bəli. ümumi skrin də götürün, bir neçə dənə zəhmət olmazsa biz onu post olaraq da paylaşarıq. Hı hı. Tamam. Hər birinizə uğurlar diləyirəm müəllimlər. İnşallah. Mən inanıram ki, Azərbaycan müəllimi mütləq formada yaxşı nəticə ilə hər birimizi sevindirəcək. Həm özünüz sevinəcəksiniz, həm də bizləri sevindirəcəksiniz. Və o gözəl nəticələrinizi bizlə də paylaşacaqsınız ki, hə, mən bu qədər bal yığdım, hətta 35 plus oldu, yəni mənim maaş faizim düşdü və ya yüksək nəticəm oldu. İnşallah ki, hər biriniz bizləri sevindirərsiniz. İnşallah. Sözü sizə verim Cəvahir müəllimə, Reyhan Aha. müəllimə. Skrin götürmə fürsətiniz oldu? Bəli. Bəli Günay xanım. Tamam. Həlimdən sonra mənə göndərərsiniz. Çox sağ olun. Uğurlar arzu Sağ edirəm. olun. Çox sağ Çox olun. sağ olun. Sağ olun. Salam bir daha dəyərli təhsil verənlər. Sizləri bir arada görmək bizim üçün xoşdur. Ümid edirik ki, bu təlim sizlər üçün çox faydalı olacaq və çalışın ki, təlimi diqqətlə dinləyin. Çünki sonda 10-15 dəqiqə sizi maraqlandıran nə suallarınız varsa verə bilərsiniz. İndi sözü verirəm Cəvahir müəlliməyə. Buyurun. Mən də hər kəsi salamlayıram. Biz keçən il sertifikasiya marafonunda ingilis dilinə bağlı bir təlim etmişdik müəllimlərlə və kifayət qədər də müəllimlərimiz qoşulmuşdu. Artıq keçən bizim ilk ilimiz idi. Bu il amma belə deyək də sizlər də keçənki müəllimlərdən belə deyək daha çox təcrübə qazanmısınız və sertifikasiya imtahanına inanıram ki, keçənki müəllimlərdən daha hazır bir şəkildə gedəcəksiniz. Çünki artıq bilirik ki, təxmini imtahan nə tərzdə olur və oradakı sualları daha çox suallardan daha çox məlumatlıyıq. Bu təlimdə də ümid edirəm ki, sizlər üçün faydalı olacaq, çox şey əldə edəcəksiniz və təlimin sonunda da Reyhanə müəllimə qeyd etdiyi kimi sizlərin suallarınızı cavablandıracaq qrammatik mövzular baxımından, yəni test baxımından. Yenə Günay müəllimənin də qeyd etdiyi kimi texniki cəhətdən artıq Təhsil Nazirliyi özü kifayət qədər məlumat verir. İndi isə gəlin başlayaq. Təlimin sonunda bir də qeyd edirəm, sual-cavab hissəsi olacaq. Sual-cavab hissəsində artıq sizi maraqlandıran qrammatika cəhətdən hansı suallar olsa, Reyhanə müəllimə ilə mən cavablandıracaq. Demək, bilirsiniz ki, belə deyək də, biz təlimlərdə hər zaman müəllimlərə dəstək olmağa çalışmışıq. Bu təlimdə də inşallah ki, çox dəstək olacaq. Bugünkü təlimimizin əsas mövzusu nə olacaq? Sertifikatlaşdırma prosesi haqqında qısa bir məlumat, ingilis dili məzmunu sahələri, sual tipləri haqqında sizə məlumatlar verəcək və təbii ki də sizin üçün faydalı olacaq praktik nümunələr və yaxud da tövsiyələr sizlərə çatdıracaq. Bilirik ki, sertifikatlaşdırma prosesi iki hissədən ibarətdir. Test mərhələsi və müsahibə mərhələsi. İlkin mərhələmiz təbii ki, test mərhələsidir və onu deyim ki, ən əsas da mərhələdir. Çünki artıq test mərhələsi
ən əsas hissəsidir, hansı ki, bu test mərhələsində yığdığınız bal sizin həm maaşınıza təsir edəcək, həm də sizə daha çox təcrübə qazandıracaq. Test mərhələsində bilirik ki, 60 sual olur və bu 60 sualın 50-si ixtisasdır, onun metodik suallardır və sizə verilən müddət 120 dəqiqə olacaq. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavab və yaxud da cavabsız qoyduqlarınız 0 bal və onu qeyd edim ki, çox zaman müəllimləri bu narahat edir ki, səhv cavablandırılmış suallar bala təsir edirmi, yəni düzgün cavablara təsir göstərmir? Xeyr, səhv cavablandırılmış suallar düzgün cavablara təsir göstərmir. Sadəcə səhv və yaxud da cavabsız qoyduğunuz suallar 0 balla qiymətləndiriləcək. Daha sonra isə belə deyək, bilirik ki, ingilis dili ixtisası üzrə əsas məzmun sahələri 3 hissədən ibarətdir bu imtahanda. Oxuyub anlamadır, hansı ki, oxuyub anlamaya aid 12 sual düşəcək. Leksikologiyadır, leksikologiya aid 10 sual və sonda isə dil qaydaları 28 sualdır. Və oxuyub anlama sualları və leksikologiya sualları çox zaman müəllimləri çətinə salır. Amma bu təlimdə çalışacaq ki, həm oxuyub anlama sualları üzrə nümunələrlə sizə bu sualları daha tez bir zamanda, daha doğru şəkildə necə yerinə yetirəcəyiniz barədə sizə məsləhətlər və yaxud da ki, müəyyən ipucuları verəcək ki, hansı ki, bunlar da sizə imtahanda çox yardım edəcək. Oxuyub anlama suallarında əsas biz nəyə diqqət etmək lazımdır? Sual tiplərində, yəni sualda əsas bizdən nə soruşulur, onlara baxacaq və hansı səhvlərdən, hansı ki, müəllimlərin ən çox etdiyi səhvlər var ki, hansı səhvlərdən qaçınmalıyıq, onlara da toxunacaq. Və oxuyub anlama suallarında bilirsiniz ki, əsasən hansı sual tipləri düşür? Mətn və yaxud da ki, cümlə qurmaqdır, cümlə, dialoq, paraqraf tamamlama deyirik biz bunlara. Cümləni parafraz etmək, yəni restatement testlər düşür. Yəni cümlənin sinonimini, bir növ cümlənin sinonimini yazmaq, mənasını dəyişmədən və mətnə aid tapşırıqlardır. Və mətn tapşırıqları 3 qısa mətn düşəcək sizə, 3 qısa mətn, fərqli mətnlər. Bir uzun mətn, eyni mətn uzun olacaq nisbətən qısa mətnlərə görə və o uzun mətn əsasında da 3 sual olacaq, amma eyni mətn əsasında olur bu 3 sual. Təhsil Nazirliyinin sizinlə paylaşdığı sınaqda da bunlara nəzər yetirmisiniz yəqin ki. Və mətnləri işləyərkən nəyə diqqət etmək lazımdır? Ümumiyyətlə, ilk öncə müəllimlərin ən çox səhv etdiyi nədir? Mətni görür və başlayır ilk öncə mətni oxumağa. Xeyr, mətn testlərində birinci sizin fikir verəcəyiniz şey, bizdə mətndə sualda nə soruşur? Əsas suala baxmalıyıq, sualın tipini müəyyən etməliyik. Yəni, sualın tipləri nə ola bilər? What's the passage mainly about? Yəni, mətn nə haqdadır? Və yaxud da ki, hansı sualın cavabı mətndə yoxdur? Mətnə əsasən doğru variantı seç, doğru cümləni, ifadəni seç və yaxud da mətnə əsasən cümləni tamamlamadır. Yəni, sual tipləri mətn testlərində əsasən bu cür olur və bu eyni tiplər düşmür. Yəni, hər mətnin öz belə deyək də, sualı olur fərqli şəkildə. Daha sonra isə biz mətni oxumalıyıq və mətni sürətli oxumaq deyəndə nəyə fikir verməliyik? Ən birinci mətnin, belə deyək də, birinci, ikinci və sonuncu cümlələrinə diqqət yetirməklə biz mətnin ümumi şəkildə nədən bəhs etdiyini, yəni ümumi kontekstini başa düşürük. Daha sonra isə o sualda soruşulan, əgər bizdən sual soruşulubsa, mətnə əsasən, o sualdakı açar cavablardan, açar sözləri mətndə axtarıb, həmin o mətndə tapdığımız hissəsini, o demək deyil ki, o açar sözü eyni ilə mətndə olacaq. Həmin açar sözün sinonimini də biz mətndə axtarmağa çalışmalıyıq. Ümumiyyətlə, mətn testləri belə deyək də sizə, paraphrase-dir. Yəni restatementdir. Mətn testləri mətndə olan cümlələrin biz variantlarda parafraz olunmuş hissələrini, versiyasını tapmalıyıq. Bunun üçün də biz orada sinonimləri çalışmalıyıq, axtarmalıyıq və təbii ki, negativdirmi, təsdiqdirmi, bunlara da fikir verməliyik. Açar sözləri tapdıqdan sonra açar sözlərin ətrafına baxacaq. O mətnin qısa və yaxud da ki, uzun olmasından asılı olaraq 2-3 cümlə və yaxud da 1-2 cümlə o mətnin açar sözləri ətrafındakı cümlələri oxuyub daha tez bir zamanda mətni sualının cavabını tapmaq olar.
Və onu deyim ki, bəzən variantlarda, hətta bunu biz abituriyentlərə də məsləhət görürük. Bəzən variantlarda always, never, solely, only kimi kəskin sözlər işlənilir ki, hansı ki bunlarda biraz məzmun cəhətdən kəskindir. Yəni always, hər zaman, həmişə, never, heç vaxt, solely, only, yalnız. Bu demək deyil, hər zaman bunların olduğu variant səhv çıxır, amma çox zaman səhv olur. Və səhv olmasa belə o mətndə də özünü aydın bir şəkildə ifadə edir ki, hə, burada onlu sözü mütləq şəkildə olmalıdır və bu düz variantdır. Bunu da özünüz siz mətn tapşırıqlarını işləyərkən görəcəksiniz. Ümumiyyətlə bu oxuyub anlama testləri, indi burada biz məsləhət verir, izah edirik. Yadınızda saxlayın ki, əsas praktikadır. Nə qədər çox oxuyub anlama testləri işləsəz, daha çox praktika qazanacaqsınız və bu sizin işləmə sürətinizi də artıracaq. Ona görə çalışın ki, indi imtahana da artıq 18-20 gün qalıb. Bu 18-20 gün ərzində vaxtınızın çox hissəsini oxuyub anlama testlərinə sərf edin. İnanın ki, o sizlər üçün belə deyək də daha faydalı olacaq. Daha sonra baxaq indi gəlin bir mətn nümunəsinə baxaq. Reyhanə müəllimənin də və mənim də həm müəllifi olduğu, həmçinin Günay müəllimənin də həm müəllifi olduğu Reading nəşriyyatının MİQ sertifikasiya sınaq toplusundan olan bir mətn nümunəsinə baxaq, testə baxaq. Və mətnimizi görürük burada. İlk öncə belə deyək də, mən mətn izahına keçməmişdən əvvəl sizlər üçün gəlin bugün elə bilin ki, bir mini sınaq işləyəcəyik, sertifikasiya qabağı və bu mini sınaqda özümüzü yoxlayaq, həm də daha rahat bir şəkildə, özgüvənli şəkildə inanıram ki, imtahana gedəcəyik. Mən indi chat bölməsini açacağım. Siz ancaq ora belə deyək də, doğru cavablar yazacaqsınız. Kim hansı cavabı fikirləşirsə, belə deyək, doğru cavabı yazsın bir dəqiqə, bir dəqiqə yarıma. Ondan sonra isə o sizin də cavablarınıza da diqqət yetirəcəm və testi də sizlərə izah edəcəm. Buyurun. Hı -hı. Əla, cavablarımız gəlir. Maşallah, müəllimlərimiz sürətlidir. Hı -hı. Hı -hı. Belə baxıram ki, müəllimlərimizin çoxu demək olar ki, hamısı testi doğru cavablandırıb. Bəli, doğru cavabımız burada C variantı. C variantı testin doğru cavabıdır. İndi baxırıq. Yəni mən mətni belə deyək də sizlərlə tam belə deyək də tərcümə etməyə ehtiyac duymayacağam. Biz nə edəcəyik? Birinci mətnin bayaq dediyimiz kimi sualı oxuyuruq.
Verilən suala baxırıq. Based on the text, why are good leaders willing to ask questions? Mətnə əsasən nə üçün yaxşı liderlər sual soruşmaqda istəklidirlər, həvəslidirlər? Demək, nə edəcəyik? Biz dedik ki, ilk öncə sualda soruşulan açar sözü biz mətndən tapmalıyıq. Və burada bizim açar sözümüz nədir? Ask questions-dır, düzdürmü? Və ask questions-da bir sual soruşmaq, yəni tərcüməyə də ehtiyac yoxdur. Ask questions olan hissəni biz tapmalıyıq. Məsələn, baxıram ki, they constantly ask questions looking for fresh and creative solutions. Və buradan biz başa düşürük ki, burada artıq pozitiv mənalı ifadə var. Nədir? Deyir ki, looking for fresh and creative solution. Daha təzə, daha yaradıcı həll yollarını axtarmaq üçün, yəni özlərini daha da təkmilləşdirmək üçün, hansı ki, ondan sonra da yazılıb ki, these leaders acknowledge their knowledge gaps and aren't afraid to ask for help or seek different perspectives. Yəni, baxın, açar sözümüzün ətrafındakı digər sözdən biz testin doğru cavabını tapa bilirik. Yəni, nə demək istəyir burada? Deyir ki, bu liderlər öz bilik çatışmazlıqlarını, yəni nələri ki bilmirlər, onları aradan qaldırmağa istəyirlər və həmçinin yeni həll yolları və yaradıcı həll yolları axtarırlar sual soruşmaqla. İndi gəlin digər variantlara baxaq. Məsələn, A variantında to prove they know more than others. Digərlərindən daha çox bildiklərini sübut etmək üçün. B-də to make decision without needing others' opinions. Digərlərinin fikirlərinə ehtiyac duymadan qərar verirlər. To challenge their followers. Onların izləyənləri, yəni onların ardınca gələnləri çətinə salırlar. To show they are uncertain and weak. Özlərinin qeyri-əmin, yəni əmin olmadıqlarını və yaxud da zəif olduqlarını göstərmək üçün. Və biz bu 4 varianta diqqət yetirin, müəllimlər. Görürsünüz ki, 4 variantda negativlik var. Yəni bir pozitivlik yoxdur, müsbət bir fikir yoxdur. Ona görə də biz bayaq cümləni oxuyarkən mən sizə qeyd etdim ki, looking for fresh and creative solutions. Görürsünüz, orada bir pozitiv cümlə var və biz də testin doğru cavabını taparkən pozitiv olan hissəni tapmalıyıq və doğru cavabımız da olacaq C variantı və hər birinizi təbrik edirəm ki, doğru cavablandırmısınız. Bir keçək digər hissəyə. İndi isə cümlə tamamlama və dialoq tamamlama haqqında Reyhanə müəllimə sizə dəyərli məlumatlarını verəcək. Buyurun müəllimə. Təşəkkür edirəm Cəvahir müəllimə. Deməli, sentence completion testimizə gəlsək, cümlə tamamlama tipli sualların qaydaları və yaxud da həll strategiyalarından danışacağıq. Bu tip test tapşırıqlarını etmək üçün əvvəlcə biz cümlənin növünü müəyyənləşdiririk, müəllimlər. Yəni, biz bilməliyik ki, cümlə hansı budaq cümlədə istifadə olunub və yaxud səbəb-nəticə budaq cümləsi varmı, qarşılaşdırma varmı, şərt budaq cümləsi, zaman budaq cümlələri hamısına diqqət yetirməliyik. Daha sonra bağlayıcılara və yaxud keçid sözlərə diqqət etməliyik. Məntiqi və semantik əlaqəyə baxmalıyıq. Yəni, cümlə bir-birini məntiqi və semantik əlaqə baxımından, struktur baxımından düzgün olmalıdır. Zaman uyğunluğu vacibdir. Əgər cümləmiz keçmiş zamandadırsa, mütləq o biri cümləmiz də keçmiş zamanda olmalıdır. Digər zaman uzlaşmalarını da mütləq nəzərə yetirməliyik. Burada bizim fikir verəcəyimiz məqamlardan biri də əlavə fikirlərdir. Məsələn, ola bilər ki, moreover, in addition, besides kimi keçid sözlərdən istifadə edirsin. Və biz bunlara mütləq diqqət yetirməliyik ki, biz cavab variantında daha düzgün nəticəyə gəlib çıxaq. Və biz çalışdığımız qədər də digər variantlara da göz gəzdirsək və onları düzgün yerinə qoysaq, baxarıq ki, məntiqi ardıcıllığı hansı cümlə bir-birini tamamlaya bilər. İndi keçək testimizə. Bizim bu ekranda görəcəyiniz testlər bizim həm müəllifi olduğumuz MIG sertifikasiya adlı test toplusundandır. Və bu testə əvvəlcə gəlin müəllimlər birlikdə baxaq və daha sonra cavabları chat bölməsindən yaza bilərsiniz. 1-2 dəqiqə buna vaxt sərf edək, diqqətli olaq müəllimlər, zaman uzlaşmalarına da diqqət yetirək, cümlə tamamlamalarında olan semantik məntiqi ardıcılığa da diqqət yetirək. Buyurun müəllimlər.
Xeyli cavablarımız gəlir. Burada düzgün cavabları qeyd edən müəllimlərimiz çoxdur. Aha, gəlin izahlara başlayaq müəllimlər. Baxın, cümləmiz nə ilə başlayır? When ilə. When ilə uzlaşmanı yəqin ki, zamanların uzlaşması testlərindən sizə məlumdur. When-dən sonra hansı zaman istifadə olunubsa, biz baş cümləmizdə və ya budaq cümləmizdə zaman uzlaşmalarına mütləq fikir verməliyik. Məsələn, when the cost of providing health benefits for workers increases, yəni işçilər üçün tibbi təminatın, sağlamlıq imkanlarının, xidmətlərinin dəyəri artdıqca, biz burada görürük ki, increases, indiki sadə zaman var. Və when-in uzlaşmasında, yəni A variantında hansı zaman görürsünüz? Have been. Və biz bu zamanı çıxırıq ki, when uzlaşmasına belə bir zaman yoxdur. A-nı asanlıqla çıxa bilərik. Yəni tərcüməyə baxmayaq, qrammatik cəhətdən nəzər yetirək. Daha sonra B variantını saxlayaq, indiki zaman var. C variantında həmçinin saxlaya bilərik, shouldn't care. D variantında yenə have doubled, indiki bitmiş zamanla when uzlaşması səhvdir. Həmçinin Y variantında isə have pushed ifadəsi də indiki bitmiş zamanda present perfect istifadə olunub. Yəni biz bu üç variantı çıxsaq bizə B və C variantları qalır. İndi əsas tərcüməyə də fikir veririk. Businesses typically reduce wages or increases prices to cover the cost. Yəni şirkətlər adətən bu xərcləri qarşılamaq üçün maaşları azaldır, qiymətləri artırır. Yəni bu cümlədə biz şərt budaq cümləsi görürük. Yəni şərtli cümlə səbəb-nəticə əlaqəsinə 100% uyğundur. Ona görə ki, nə vaxt ki, xərclər artır, şirkətlər də bunu necə kompensasiya edir? Yəni bu cavab doğru cavabdır. Amma C variantını nəzər yetirsək, companies shouldn't care whether they pay employees in wages or benefits. Yəni şirkətlər üçün maaş və ya təminat ödəməsinin fərqi olmamalıdır. Sizcə bu cümlədə nə var? Ümumi bir fikir. Ümumi bir fikir olduğuna görə burada səbəb-nəticə əlaqəsinə heç də uyğun deyil. Yəni biz nə etməliyik? Məntiqi və semantik cəhətdən biz cümləmizi düzgün şəkildə tamamlamalıyıq. Ona görə düzgün cavab qeyd edən müəllimlərimizi təbrik edirik. İlk cavab verən deyəsən gözümlə dəydi Aysel xanım oldu bir variantı. Heç sualı qoymamışdım. 1-2 saniyə çəkmişdi ki, bəli Aysel xanım sizsiz, bəli, bəli. Yenə məndən bir variantı, çox gözəl, çox əla. Amma imtahanda məndən sizə məsləhət tələsməməyinizdir. Düzdür, vaxtımız çox qalır imtahanda, yəni imtahanda, yəni bilmirəm, yəqin ki, vaxtı düzgün bölüşdürməkdən asılıdır, onu deyə bilmərəm. Amma ki, bizim vaxtımız çox olduğuna görə suallara diqqətlə baxaq, tələsməyək, çünki bu bizə baha başa gələ bilər. Ona görə bəli, təbrik eləyirəm, çox sağ olun, hamınız var olasınız. Düzgün cavab yazanlar, Cəvari müəllimə, siz də yəqin fikir verdiniz, çox iyi düzgün cavab verənlər. Bəli, Bu deməkdir ki, bunlar, yəni bu tipli test tapşırıqlarını düzgün yerinə yetirə bilərsiniz. Aha, növbəti slaydımıza keçək. Növbəti slaydımız. keçid etmişəm müəllimə. Görünmür ekranda. Yox, görünmür məndə. Ola bilər internet. Bəli, bəli. Deməli, müəllimlər, növbəti sual tipli tapşırığımız isə dialoq tamamlamadır. Yəqin ki, bunu hər cür testlərdə rastınıza çıxır bu cür test tapşırıqları. Yəni biz diqqət nəyə yönəltməliyik diqqətimizi? Dialoqun məzmununu anlayırıq. Yəni burada istəsəniz tərcümə edə bilərsiniz, istəsəniz ümumi olaraq baxmalıyıq ki, bu dialoq nə barədədir? Ola bilər ki, məsələn, həkim-xəstə arasında söhbət olsun, ola bilər satış üzrə söhbətlər olsun, ola bilər ki, gündəlik həyat barədə söhbətlər olsun. İndi dialoqlar müxtəlif məzmunlu ola bilər. Əvvəlcə biz bunun kontekstinə yönəlməliyik. İkinci addım isə, yəni danışanın cavabına diqqət eləməliyik. Yəni boşluqdan sonraki biz boşluq qoyulub ki, hansının ki cavabını tapmalıyıq. Biz həmən sonraki gələn danışanın cavabına diqqət eləməliyik. Çünki həmin cavab bizim üçün çox önəmlidir ki, biz ora nə qoymalıyıq, hansı variantı uyğun görməliyik. Sonra baxırıq ki, variantların hamısını kontekstdə yerləşdirmək. Yəni bu nə deməkdir? Bütün cavab variantını, 5 variantı həmin kontekstdə yerləşdirib baxırıq ki, düzgündür yoxsa yox, məzmuna uyğundur yoxsa yox. İndi gəlin yenə test tapşırığımızla tanış olaq. 1-2 dəqiqə sizə vaxt verək ki, həmin test tapşırıqları üzərində fikirləşəsiniz. Yenə gördüyünüz test tapşırığı bizim həm müəllif olduğumuz Mix sertifikasiya adlı test kitabındandır, test toplusundandır. Gəlin nəzər yetirək. Əvvəlcə kontekstə yönələk, boşluğa fikir verək, boşluqdan sonraki cümləyə fikir verək.
Buyurun, qoçaq müəllimlər. Və Reyhanə müəllim, onu da bildirək ki, demək Bəli, olar ki, ilk sınaq toplusudur ki, oxuyub anlama testlərinə çox yer verilib. Bilirik ki, həm bəli, imtahanda, həm sertifikasiya imtahanında artıq əsas, yəni oxuyub anlama testləridir. Qrammatika zaman keçdikcə çətindən asana doğru gedir. Yəni bunu keçən ildə biz gördük həm sertifikasiya imtahanında, həm də MIQ imtahanında. bəli. Yəni yenə məsləhət edirik ki, müəllimlər ən çox oxuyub anlama testləri üzərində çox işləsinlər. Təbii ki, qrammatika da önəmlidir, amma onu daha rahat, aydın şəkildə qəbul edirlər qrammatikanı. Oxuyub və anlama testlərinə üstünlük vermələrini biz də məsləhət görürük. Əlbəttə, Bu vəsaitdə soruşmaq də iki ki, kifayət birdən qədər də. oxuyub anlama testləri var. Yəni həm Hı MIQ hı. çərçivəsinə uyğundur, həm də sertifikasiyanın çərçivəsinə uyğundur. Say cəhətdən də eyni saydadır. Ümid edirik ki, həm bu təlim, həm də bizim bu vəsaitimiz müəllimlərə çox dəstək olacaq. Maşallah olsun Cəvar müəllimə. Müəllimlərimiz çox sürətlidir. Bəli. Bu bizi daha da sevindirir ki, belə tipli sual tapşırıqlarını tez, asanlıqla yerinə yetirirlər. Hər zaman ingilis dili müəllimləri digər müəllimlərdən məncə fərqlənməlidir hər cəhətdən. Bəli, bəli. Həmişə seçilmişik. Bəli. Bəli, indi gəlin test tapşırıqlarına baxaq. Düzgün cavabı hamınızı təbrik edirəm. Düzgün cavablamısınız. Necə tapmısınız? Yollarınızı indi sonda deyəcəksiniz ki, biz bu test tapşırığını başqa üsullarla tapmışıq. İndi gəlin ümumi məzmuna baxaq. Bayaq dediyim kimi biz kontekstə yönəlməliyik. Ola bilsin ki, bəlkə tərcümə edə bilmirik, amma bilək ki, bu söhbət, yəni söhbət nədən gedir? Məsələn, doctor here, yəni vaxtımız yoxdur da tərcümə etmək üçün. Amma baxırıq ki, həkimlə xəstə arasında olan söhbətdir. Ola bilər ki, məsələn, satış üzrə, yenə deyirəm, satış üzrə olsun, gündəlik həyat üzrə olsun, müəllim-şagird dialoqu olsun, dostlar arasında dialoq olsun. Yəni biz əsas nəyə yönəlməliyik? Kontekstə yönəlməliyik. Sonra baxırıq əvvəlcə həkimin sözlərinə. Could you pull up your left sleeve? Yəni sol qolunu qaldıra bilərsən. I need to check your blood pressure. Yəni təzyiqini ölçmək istəyirəm. Təzyiqini ölçməliyəm. İndi burada həkimin qoyduğu sure, here əlbəttə deyir. Həkimin qoyduğu cavab isə indi baxırıq. Görək həkim nə deyir ki? Here deyir not exactly. Yəni tam olaraq deyil. If I run up a set of stairs, it takes me some time to catch my breath. Yəni biz burada görürük ki, fiziki aktivlikdən söhbət gedir, fiziki durum, hərəkətlilik, idmanla bağlı nəsə bir söhbət gedir və biz bunu aydınlaşdırmalıyıq. Görək ki, həkimin deməli, həkimin yaranan boşluq nədən ibarətdir? Not exactly here cavab verdiyinə görə bizə məlumdur ki, həkim burada sual veribmiş. O da deyir ki, yəni tam olaraq deyil. Bizim sualımız, baxırıq, sual olan variantlarımız, hamısı sual sözlərindən ibarətdir. Bircə dənə biz burada variantı çıxa bilərik C variantını. Həm də C variantını oxursaq deyir ki, qeydləri ön stola qoy və onlar sənin üçün test götürəcək. Yəni biz burada görürük ki, elə bir şeydən danışmır axı. Fiziki aktivlikdən söhbət gedir. A variantına nəzər yetirsək, burada yəni son zamanlarda check-up müayinələrdən keçdiyini və yaxud məsəl üçün qan testlərindən, EKG və yaxud da hər hansı bir ultrasəs müayinəsindən keçdiyindən danışılır. Amma cavabımızda yəni onunla bağlı heç bir məlumat verilməyib, ona görə A variantını çıxa bilərik. B variantı vurğulayanlar isə gəlin baxaq görək B variantı doğru cavabdırmı? Bəli, deməli, burada deyir ki, sənin qan təzyiqin yaxşıdır və sən çox çəkili görsənmirsən, sən tez-tez idman edirsən. Yəni biz burada görürük ki, artıq bu cavabımızda deyir ki, not exactly. Bəli, bizim doğru cavabımız B variantı, amma digər variantlara da nəzər yetirək. D variantında isə deyir ki, yəni blood pressure medication, yəni təzyiq dərmanları yəni başlayandan sonra çəki almısan. Görün burada çəki almaqdan, overweightdən danışırmı? Xeyr. Deməli, D variantını çıxırıq. Və yaxud da Y variantı da deyir ki, ailəndə sənin çox çəkili insanlar varmı? Onlarla eyni vəziyyətdə olmaqdan danışılır. Yəni belə bir ailə haqqında və yaxud da çox çəkili insanlar haqqında və yaxud çəki almaq baxımından heç bir məlumat yoxdur. Ona görə D və Y variantlarını da asanlıqla çıxa bilərik. Bizə qaldı B variantı. Sizi təbrik edirəm, əziz müəllimlər. Çox düzgün vurğuladınız. Çox da asanlıqla həll etdiniz. Bizə elə gəldi ki, biraz Bəli. çətin test tapşırığıdır, amma ki, öhdəsindən asanlıqla gəldiniz. Çox təşəkkür edirəm.
Buyurun Cəvar müəllimə. Aha. İndi isə bilirik ki, sertifikasiya imtahanında demək, oxuyub anlamadan sonraki ən əsas məzmun sahəsi leksikologiyadır. Leksikologiyada da nədən ibarətdir? Sinonimlər, antonimlər, frazoloji birləşmələrdir, idiomlardır, proverb, atalar sözləridir və yaxud da cümlə verilir, cümləyə uyğun biz düzgün sözləri və yaxud da ifadələri seçməliyik. Bunun üçün də düzgün sözləri, frazoloji birləşmələrdir, idiomlardır, atalar sözlərdir. Dərsliklərə müraciət edirlər əsasən. Və onu deyim ki, dərsliklərdə olan idiom, atalar sözü və phrasal verblər, yəni kifayət qədərdir. Hətta 10-cu, 11-ci sinif dərsliyində, 7-ci sinif dərsliyində belə çoxlu phrasal verblər var ki, hansı ki sertifikasiya imtahanına düşə bilir. Həmçinin miqə də düşür dərsliklərdən bildiyiniz kimi. Və onu da əlavə məlumat olaraq da deyə bilərəm ki, 8-9 reading nəşriyyatının abituriyentlər üçün olan 8-9, bir də 10-11-lər üçün test vəsaitinin sınaq toplusunun son hissəsində bu dərsliklərdə olan atalar sözlərdir, idiomlardır və həmçinin də sinonim, antonim lüğəti var ki, onlar da sizlər üçün çox faydalı olacaq. O vəsaitlərdən də onları əldə edə bilərsiniz. Hansı ki sertifikasiya imtahanına o hissələrdən düşür. Gəlin indi leksikologiyaya aid bəzi test nümunələrə baxaq sizlər üçün. Yəni bəzən müəllimlər idiomlardır, proverblərdir, atalar sözlərdir, başqa mənbələrdən də öyrənir. Öyrənməniz sizin üçün yaxşıdır, amma məsləhətimiz budur ki, dərsliklərə çox yönələsiniz. Yəni əsas dərsliklərdəkini mütləq şəkildə əzbər bilməlisiniz. Digərlərini də bilməyiniz, əlavə məlumat kimi bilməyiniz daha yaxşıdır. Amma sertifikasiya imtahanına hazırlaşan müəllimlərə məsləhətimiz budur ki, əsasən dərsliklərə müraciət etsinlər. Bir də çox xahiş edirəm, ekranı yazmayın siz, bura düşür ekranı, digər müəllimlərə də bani ola bilər. Gəlin bu testimizi cavablandırmağa çalışaq. Gerçəkdən müəllimlərimiz çox sürətlidir. Çox sürətlidir, həqiqətən Yəni maşallah olsun. sertifikasiyanın ikinci ilidir. Bayaq qeyd etmişdim ki, təlimin başlanğıcında, yəni müəllimlər artıq keçən ildən daha çox təcrübə qazanıblar. Ona görə də bu il daha rahat olacaq müəllimlərimiz üçün və bu il inanıram ki, yüksək nəticələr daha çox olacaq. Suallarınızı inşallah təlimin sonunda cavablandıracağıq. Baxaq. Gəlin ilk öncə phrasal verblərə baxaq. Take off-da take up və look into. Take off-da mənası oxşamaq deməkdir, bənzəmək deməkdir. Take up 7-ci sinif dərsliyinin phrasal verbdir, başlamaqdır. Look into isə araşdırmaq mənasına gedir. She was excited to a new hobby. Yeni hobiyə başlamaq deyirik, düzdürmü? Onda nə verəcəyik? Take up. Birinci cümləmizə artıq gedəcək. B, 1-ə B. 2-də we need to look into the issue carefully before making a decision. Qərar qəbul etməmişdən əvvəl məsələni araşdırmalıyıq. Yəni, məsələni araşdırmağa ehtiyacımız var. Araşdırmaq nə deməkdir? Look into, 2-yə gedəcək C. 3-də isə he takes after his father in both looks and personality. O həm görünüşcə, həm də personality, xasiyyətcə atasına bənzəyir. 3-də isə A olacaq. Bəli, testin Y variantı doğru cavabdır. Look into araşdırmaq, məsələnin dərinliyinə getmək, həmçinin 11-ci belə deyək də, dərsliyimizdə də var dig into, 9-cu sinif yeni dərsliyində də var dig into, dərinliyinə qədər getmək məsələnin, araşdırmaq kimi, onu da sinonim kimi xatırladım sizlərə. Belə, növbəti testimizə baxaq. Aha. Növbəti testimizdə, baxaq, idiomları verilmiş cümlələrlə uyğunlaşdıracaq.
ekran da yazmayaq. Siz test işləyərkən orada ekrana yazırsınız və burada biz də görürük onu. Hı hı. Gördüyünüz idiomlarda 9-cu sinif dərsliyindəndir. Hətta köhnə 9-cu sinif dərsliyində. Orada bilirsiniz ki, kifayət qədər idiomlar var, proverblər var. Hı hı. Demək, gəlin birinci idiomların mənasına baxaq. See eye to eye razılaşmaq deməkdir. Miss the boat fürsəti, şansı əldən qaçırtmaq demək mənasında işlənilir. Rain on someone's parrot kiminsə kefini korlamaq bu mənada gedir. İşlərini korlamaq. I don't want to, but I don't think your idea is practical for this project. Deyir, mən sənin kefini korlamaq istəmirəm, amma məncə sənin bu ideyan, fikrin proyekt üçün uyğun deyil, yəni uyğun olduğunu düşünmürəm. Bu cür tərcümə olunur. Birə gedəcək C variantı. İki də he had the opportunity to invest early. Baxın, elə opportunity sözünü gördük bizə artıq bu işarədir ki, burada hansı idiom olacaq. Opportunity şans imkan deməkdir. But he hesitated too long and missed the boat. Onun tez bir zamanda investisiya etmək, yəni yatırım etmək imkanı vardı, şansı vardı. Amma o həddindən artıq çox, yəni tərəddüd etdi və bu şansı əldən qaçırtdı. 2-yə gedəcək B variantı və sonuncuda even though they argue sometimes, Emma and her business partner usually see eye to eye on major decisions. Baxmayaraq ki, çox zaman onlar mübahisə edirlər, Emma və onun iş yoldaşı, iş partnyoru adətən önəmli qərarlarda razılaşırlar. Yəni fikirləri bir-biri ilə uyğun olur. 3-ə də gedəcək C hansı getdi? A variantı. 1-ə C, 2-yə B, 3-ə də A. Bəli, testin doğru cavabı oldu. Y variantı. Siz də maşallah doğru cavablandırmışsınız. Keçək digər hissəyə. Və bilirik ki, məzmun sahələrində son hissə artıq dil qaydalarıdır. Müəllimlərin də sevdiyi hissədir. Çünki dil qaydalarında çox çətinlik çəkmədiklərini düşünürlər və mən də buna inanıram. Və dil qaydalarında bilirsiniz ki, dedik ki, 28 sual düşəcək və bu 28 sualda morfologiya, nitq hissələrinə aid olur və sintaksisdir. Nitq hissələrində təbii ki, bütün nitq hissələrinə aid olan qrammatik qaydalardan düşür və sintaksisdəki cümlədir, reported speech vasitəli, vasitəsiz nitqdir, clause'lar mövzusu da həmçinin düşür. Məsələn, bəzi mövzular var ki, clause'larda inversiyadır. İnversiya ən çox. Məsələn, dərslikdə yoxdur, amma bu sertifikasiya imtahanına düşür. Və ya da clause'ların hər biri yoxdur da. Məsələn, adjective clause dərslikdə var, amma digər clause'larda həmçinin sertifikasiya imtahanı düşür. Ona görə də bu mövzuları clause'lardır və inversiyadır. Bu mövzuları da dərindən öyrənmək tövsiyə edilir. İnversiya da əslində çətin mövzu deyil. Əvvəllər müəllimlər çəkinirdilər, sonra o qaydanı tam mənimsəyəndən sonra hətta ən asan qayda kimi düşündülər. Demək, bu günləri dil qaydaları sayəsində biz sizinlə hədbeta ilə vudraza arasındakı fərqdən danışacağıq. Reyhanə müəllimə isə passive voice-da, yəni məhsul növdəki əsas məqamları sizə bildirəcək. Vudraza nədir? Vudraza ilə hədbeta bilirsiniz ki, dərsliyimizin də mövzusudur. 10-cu sinif dərsliyində də var. Və bu mövzunu seçməkdə məqsədim odur ki, çünki oxuyub anlama testlərinə də vudraza hədbeta düşür. Çünki orada parafrez edəndə vudrazadır, hədbetadır. Onlara diqqət yetirmək lazımdır. Restatement testlərində, hətta mətnlərdə də belə rastımıza çıxa bilər. Ona görə əslində önəmli qaydadır və çox rahat qaydadır.
Would rather nədir? Daha çox istəmək, nəyisə üstün tutmaq deməkdir. Və would rather-də əsas, yəni modal feil kimi baxırıq. Mübtədədən sonra biz would rather-ni verib, daha sonra feili base formada verib, feilə toxunmuruq. Base formada, yəni o feildə to olmamalıdır, ing olmamalıdır, base formada olmalıdır. Məsələn, baxaq cümləmizə. I would rather stay at home than go out. Evdə qalmağı, çölə çıxmağı üstün tuturam. Və burada diqqət edin, cümlədə nə var? Than var. Bəli, would rather. Cümlədə than varsa, əsasən would rather işlənir. Çünki would rather dediyi mənası nədir? Üstün tutmaqdır. Müqayisə edərkən birini digərinə üstün tutmaqdır. Və burada I would rather stay at home. Səsim gəlir müəllimlər? Nəsə elə bir qırıldı. Gəlir, bəli müəllimə, gəlir. Aha. Stay at home, then go out. Və yaxud da she'd rather və would-un qısaldılmış formasını görürük. She would rather drink tea than coffee. O çayı qəhvəyə üstün tutur. Və nümunələrdən də gördüyümüz kimi would rather nədir? Daha çox istəmək, birini digərinə üstün tutmaq mənasında işlənilir. Və would rather həmçinin başqasının hərəkətinə dair fikir bildirərkən də biz istifadə edirik. Bu zaman quruluş necə olur? Mübtədə would rather gəlir, amma sonra isə mübtədə keçmiş zamanda feil quruluşudur. Bu o demək deyil, burada keçmiş zaman işləmirsə hərəkət ancaq keçmişə aiddir. Xeyr, sadəcə onu daha nəzakətli formada, politely, yəni nəzakətli formada çatdırmaq üçün o quruluş istifadə olunur. Məsələn, I'd rather you stayed here. Yaxşı olardı ki, sən burada qalasan. Yəni daha doğrusu sənin burada qalmağı üstün tuturam. Burada artıq biz nədən istifadə edirik? Would rather-də. Bəzən müəllimlər bura had better verir. Had better olmaz. I had better you stayed. Özümə məsləhət verirəmsə, onda niyə səni deyirəm? Və daha asan şəkildə bunu necə fərqləndirə bilərsiniz? Görürsünüz, mübtədaları fərqlidir. I və you-dur. Mübtədalar fərqli olanda artıq biz əsasən would rather-dən istifadə edirik. Sənin burada qalmağını tövsiyə edirəm, üstün tuturam. Bu mənada işlənir. Və had better demək ki, shoulddur, should ought to-ya bərabərdir, yaxşı olar ki mənasındadır, məsləhət verir, tövsiyə verir və yaxud da ki, qayğıkeş xəbərdarlıq üçün istifadə olunur. Had better olan cümlədə negativ sonluq olanda biz had better-dən istifadə edirik. Yəni, bunu etməsən, bunun nəticəsi negativ olacaq, yaxşı olmayacaq. Onda biz had better-dən istifadə edirik. Və had better-də də would rather-dəki kimi özündən sonra base formada feil qəbul edir. Məsələn, you had better study for test. Sınaq üçün oxusan yaxşı olar. Yaxşı olardı ki, sən sınaq üçün daha yaxşı oxuyasan. Yəni, oxumasan, sınaqda yəni zəif nəticə toplayarsan, demək mənfi sonluq var. Və yaxud da she had better not go there alone. Oraya tək getməsə yaxşı olar. Tək getsə negativ sonluq ola bilər. Onda biz had better-dən istifadə edirik. Və would rather had better arasındakı oxşarlıqlar gəlin bir də nəzərdən keçirək. Dedik ki, would rather üstünlük bildirir, amma had better isə məsləhət bildirir, tövsiyə bildirir, xəbərdarlıq bildirir. Would rather daha belə yumşaqdır, daha belə qeyri-rəsmi məna daşıyır. Amma had better-də biraz məcburi məna da var. Yəni, bunu etməlisən də, etməsən sonu negativ olar, mənfi olar. Would rather-ni biz keçmişdə istifadə edə bilərik, amma had better-ni bayaq dediyimiz nümunədəki kimi. Zen olanda da biz would rather-dən istifadə edirik, had better-də isə müqayisə edilmir. Yəni, had better müqayisəni ifadə etmir. Və would rather ilə had better arasındakı oxşarlıq odur ki, hər ikisinin inkar forması özlərindən sonra not hissəciyi tələb etməklə düzəlir. Və burada to olmur. Had better to, would rather to işlənməz heç vaxt. Gəlin, məsələn, inkar versiyasına baxaq. We had better not be late for the meeting. Baxın, had better-dən sonra vermişik notu. Və yaxud da I would rather not go to the cinema tonight. Və burada da inkarı would rather-dən sonra istifadə olunur. Yəni, wouldn't rather, hadn't better işlənməz. Amma belə xırda bir əlavə məlumat deyim sizə. Əslində xırda deyil, böyükdür. Tag questionlarda, bir dənə tag questionlarda demək diqqətli olun. Çünki tag questionlarda artıq would rather, had better işlənibsə, tag hissəsində wouldn't, hadn't şəklində verir. İstisna bircə oradadır ki, tag hissəsində wouldn't, hadn't şəklində verə bilərik.
Daha sonra sual formasında da, yəni would-dan həddən, inkarda would-dan həddən istifadə etməsək də, sual formasında hər iki forması, yəni would you rather və yaxud da ki, had önə keçir, mübtədadan önə had I better talk to the manager, sual forması da bu şəkildə olur. Would you rather stay at home or go out? Baxın, burada görürsünüz, orada var. Orada nədir? Seçimdir. Biz seçimi nə zaman edirik? Seçimi would rather-ə edirik. Oru da gördüksə biz would rather-dən istifadə edəcəyik. Evdə qalmağa üstünlük verərdin, yoxsa çölə çıxmağa? Had I better talk to the manager? Müdirlə danışsam yaxşı olarmı? Burada da artıq, yəni danışmasam mənfi sonluq ola bilər. Bu mənada məsləhətli bir cümlədir. İndi isə gəlin testə baxaq yenə. Eyni kitabdan test nümunəsinə baxaq. Uzun olsa da, geniş bir test kimi görünsə də, əslində daha rahat bir şəkildə tapa biləcəksiniz. Buyurun. Yəni doğru cavablarımız gəlir. Aha. Demək, baxaq birinci cümləmizə. You had better see a doctor if your headache doesn't go away. Əgər deyir baş ağrın keçməsə, sən gərək həkimə gedəsən. Baxın, burada negativ sonluq var. Baş ağrın keçməsə deyir. Negativ sonluq olduğuna görə biz artıq had better-dən istifadə etməliyik və bəli, bir də had better-dir. İkidə tərcümə etməyə ehtiyac yoxdur, çünki baxırıq burada zən var. Görürsüz, ona görə də would rather verəcək. Və bu zənə diqqətli olun. Birdən, məsələn, would rather-lə zən verirlər, amma zəndən sonra ya ing-li feil, zən going və yaxud da zən to go yazırlar. Heç vaxt olmaz. Bunlarda diqqətli olun. Üçüncüyə baxırıq. Finish her report soon or the manager will be upset. Baxın, yoxsa əks halda otherwise kimi. Əks halda menecer məyus olacaq. Görürsünüz, negativ sonluq var. Negativ sonluq olduğuna görə biz artıq had better-dən istifadə edəcəyik. She had better finish her. Yaxşı olar ki, o raporu tez bir zamanda bitirsin. Əks halda menecer məyus olacaq. Dördüncüdə they boşluq take a taxi, otherwise they will miss the flight. Yoxsa təyyarəni ötürəcəklər, yəni təyyarəyə çata bilməyəcəklər. Yenə negativ sonluq var. Demək, had better işlənəcək. Yaxşı olardı ki, onlar taksi ilə getsinlər, yoxsa təyyarəni ötürəcəklər. Beşincidə isə yenə zən var. Zən varsa artıq would rather-dən istifadə edəcəyik. Bəli, testin doğru cavabı olacaq A variantı. Belə. İndi isə passive voice hissəsinə keçək. Bəli, yükləniləcək, YouTube-a yükləniləcək təlim. Oradan da izləyə bilərsiniz yenidən. Passive voice hissəsinə buyurun Reyhanə müəllimə. İndi isə passive voice mövzusu ilə davam edirik müəllimlər. Məhdud növün bildiyimiz kimi quruluşu to be feil üstəgəl past participle, yəni verb 3 formasıdır. Məlum növdən məhdud növə çevrilməsidir. Əgər cümlədə tamamlıq varsa, bilir ki, tamamlıq cümlənin əvvəlinə keçir. Mübtədamız isə tamamlıq funksiyasında sonda verilir. Və bizim buradakı məqamımız nədir? Reyhanə müəllimə, səsinizi bağladınız müəllimə? Aktiv edin səsiniz, zəhmət olmasın. Bəli. Aha.
Bildiyimiz kimi intransitive verbs digər adı da accusative verbs, bir də digər adı isə anergative verbsdir. Yəni özlərindən sonra tamamlıq ala bilməyən feillərdir. Əgər bir cümlə tamamlıq ala bilmirsə, biz bunu məhsul növə çevirə bilmirik. Yəni məhsul növə çevirmək üçün mütləq cümlənin tamamlığı olmalıdır. Tamamlıq çünki cümlənin əvvəlinə keçir və digər məqam isə artıq biz zamanlara fikir veririk. Başqa bir ifadə ilə deyək bunu. Məsələn, əgər bizim feilimizə kimi, yəni whom sualını və yaxud da what nəyi sualına cavab verə bilirsə, bunlar məhsul növə çevrilir. Əgər verə bilmirsə, deməli özlərindən sonra hər hansı bir söz önlərindən, yəni prepositiondan istifadə olunur və tamamlıq olmadığı sürəcə biz onu məhsul növə çevirə bilmirik. Ən çox istifadə olunan feilləri isə appear-dır, come-dır, benefit və yaxud cry, happen, die, disappear, yəni və s. kimi bir sözlər, feillər var ki, özlərindən sonra tamamlıq funksiyasında istifadə oluna bilmirlər. Yəni bu ifadələr özlərindən sonra noun, noun phrase ilə işlənə bilmədikləri üçün biz bunları yəni pasiv edə bilmirik. Ayrıca intransitive feillər isə özlərindən sonra bir adverb və ya adverbial phrase də istifadə oluna bilər. Bir də ki, gəlin baxaq görək hansı tip cümlələr məhsul növə çevrilir. Bilirik ki, imtahana, yəni sertifikasiya imtahana düşən mövzulardan biridir. Yəni bu hissəyə də diqqət yetirək ki, əsas feili olmayan feillər. Bunları məhsul növə çevirə bilmirik, bayaq sadaladığımız kimi. Digər hissə yenə təsirsiz feillər, intransitive verbs. Digər hissəyə keçək, Cəvahir müəllimə. Sual cümlələrindədir ki, hansı ki biz onu baxırıq ki, cümlə növləri sualla başlayır, yəni sual tipli cümlələrdir. Məsələn, əgər zira tipli cümlələr bilirik ki, to be-nin formaları əvvələ keçir. Is, theyə, are theyə, were theyə, was theyə. Biz bu tipli cümlələri məhsul növ hesab etmirik. Çünki həmin cümlələri ən asan yoludur ki, müəllimlər, həmin cümlələri nəqli cümləyə çevirək. Əgər nəqli cümləyə çevirsək, görərik ki, orada to be-nin forması harda istifadə olunub, verb harda, yəni past participle forması harda istifadə olunub. Və yaxud da cümlə to be formaları ilə başlayıb sifət və ya yiyəlik halla bitərsə. Məsələn, nümunəyə diqqət yetirək. Is the film directed by him excellent? Bu cümləni nəqli cümləyə çevirək, görək müəllimlər. Nəqli cümləyə çevirsək, the film is directed by him, the film directed by him is excellent olacaq. Görürsünüz, is hara keçdi? Directed deməli filmə aid past participle formasıdır. Və yaxud da are the pants aren't yours? Bu cümləni çevirsək nəqli cümləyə. Yenə də the pants aren't are yours, səninkidir. Yəni, əgər cümlədə, yenə deyirəm, sual cümlələrinin sonu sifət və ya yiyəlik halla bitərsə, müstəqil halda olan yiyəlik əvəzlikləri bitərsə, bu cümlələr məhsul növ hesab olunmur. Sonra to be formasından sonra this, that, this, those, determiner gələrsə, yəni determiner nəzərdə tutduqda biz bunları artikellar nəzərdə tuturuq, yiyəlik əvəzliyi nəzərdə tuturuq, işarə əvəzlikləri nəzərdə tuturuq. Sonra isim, əvəzlik və yaxud ardınca isə past participle ilə başlanan tiplər gələrsə, həmin cümlələri biz məhsul növ hesab etmirik. İndi gəlin test tapşırığımızla tanış olaq. Reading nəşriyyatının MİQ sertifikasiya adlı test toplusundandır testimiz. Bu test tapşırığında nəyə diqqət edək müəllimlər? Yəni, biz məhsul növdə olan cümləyə çevirməliyik verilən cümləni. Əvvəlcə sizin cavablarınızı alaq, daha sonra izahlara qulaq asarsınız. Yenə müəllimlərimiz öz sürəti ilə davam edirlər. Bəli, müəllimlər, burada diqqəti mən nəyə yönətmişəm? Məhsul növdə istifadə olunmayan feillər. Bəli, biri let feilidir. Bilirik ki, let feili məhsul növdə istifadə olunmur. Onun əvəzinə allow feili istifadə olunur. Bəli, cümləmiz keçmiş zamandadır. Keçmiş zamanda olduğuna görə bilirik ki, biz onu was, were, üstəgəl past participle to-dan istifadə etməliyik. AB variantları asanlıqla çıxırıq ki, yəni burada to be üstəgəl let ifadəsi olmadığından, yəni let feili məhsul növdə istifadə olunmadığından AB variantlarını çıxırıq. Digər variantları nəzər yetirəndə isə, yəni allow feilindən sonraki feildə keçid etmək üçün to infinitivdən istifadə edirik. Yəni, the people weren't allowed to gather in the square. Yəni, burada people sözü bizim tamamlığımızdır. Ona görə people əvvələ keçir. İstəsək by the police də verə bilərik, amma variantda olmadığı üçün, yəni elə bir seçimi verə
bilmirik. Yəni biz bilirik ki, ə, əsasən də toplu testlərində olsun, güvən nəşriyyatı testlərində olsun, şagirdləri çaşdırmaq üçün belə bir test tapşırıqları olur. Cəvahir müəllimə də lap yaxşı, yəni şagirdlərlə daha çox müəllimlərlə işlədiyi üçün biz əsasən deyirik ki, mübtəda eyni qalırsa biz əvvəl çıxırıq onu. Birinci düsturumuz həmişə olur ki, əgər mübtəda eynidirsə biz onu çıxırıq. Amma görürük ki, burada maşallah olsun, yəni tamamlığı hamısını da keçirdi və əvvələ. Yəni diqqət eləyəcəyimiz məqam çox yüksək olmalıdır ki, biz bilək ki, burada feillərə diqqət yetirməliyik. Məchulda işlənirmi, işlənmirmi, hansı zamandan istifadə olunur? Bəli, düzgün cavabımız Y variantıdır. Təbrik edirəm sizləri. Hamınız düzgün cavablandırmısınız. Evet, Səidə xanım yazıb, Reyhanə müəllim, let somebody in, let down, bəli, let out. Bəli, bəli. Falan da məhsul növdə işlənir. Məchul növdə istifadə oluna bilər. Çox gözəl. Əlavə Çünki onlar məlumat üçün phrasal təşəkkür verb edirik. sayıldığına görə Bəli, artıq bəli. mənanı ifadə edir, düzdür. Bəli, onda məchul növdə istifadə olunur. Digər Sonra testlərə növbəti baxaq. slaydımız. Aha. Burada isə məchul növdə səhv istifadə olunmuş cümlənin gəlini seçək. Yəni səhv deyəndə məchul növ saymayan cümləni seçirik. Məchul növdə olmayan cümləni. Bəli, müəllimlər artıq cavabları qeyd ediblər. Birinci cümləmizdə present perfect-in məchul növüdür. Çünki biz bilirik ki, present perfect-in məchul növü has been, have been üstəgəl verb üçlə düzəlir. Aha. Sonra B variantına baxırıq. Gələcək zamanın məchul növüdür. Gələcək sadənin future simple-ın will be, shall be üstəgəl verb 3-dən istifadə edirik. Bu da düzgündür. C variantı sual cümləsi. Əsasən sual cümlələrində çalışaq ki, bayaqki qeyd etdiyimiz məqamlara diqqət yetirək. Əgər cümlənin sonu sifət və yaxud da müstəqil formada gəlir ki, əvəzliyinə bitirsə, bunlar məchul növ sayılmır. Məsələn, the novel being read by the students is interesting. Yəni bu cümləni biz nəqli cümləyə çevirsək bu şəkildə olur. Yəni is-lə interesting yanaşı gəlir. Ona görə passive voice-da olmayan cümlə C variantıdır. D variantında were the invitation sent out by the event organizer. Burada isə were sent-lə istifadə etmişik. Was the cake baked by the chef for the competition? Bəli, bu cümlədə də past simple-ın məchul növü vardır. Düzgün cavab C variantıdır. Təşəkkür edirəm müəllimlər. Düzgün cavablamısınız hamınız. Sonuncu testimizə baxaq. Bəli, sonuncu testimizə də diqqət yetirək müəllimlər. Cəvahir müəllimə, bir də əvvəlki slaydımıza qayıtaq. Orada bir məqam var, müəllimlərə çatdırmaq istəyirəm. Bu məqam mənim. Bəli, bəli. Burada müəllimlər, ən axırıncı izaha baxın diqqətlə. Yəni to be feilindən sonra this, that, this, those, sonra determiner. Baxın, düstur şəklində vermişik burada. Determiner, yəni z artiklı gəlirsə və yaxud da yelik
əvəzliyi gəlirsə, daha sonra isim əvəzi, sonra past participle tipli cümlələrlə gəlirsə, bunlar məhkumluq hesab olunmur. Qayıdaq müəllimə testimizə. Müəllimlər bir daha diqqətlə baxsınlar, çünki biraz diqqətsiz yanaşdılar axırıncı testimizə. Nəzərlərindən bir nöqtə qaçmışdı. İndi buyurun müəllimlər. Yəni bu sual cümlələrini nəqliyə çevirməkdə fayda var, əgər Bəli. çəkirlərsə. Aha, nəqli cümləyə çevirsələr daha rahat olar. Hı hı. Məsələn, müəllimlər birincini asanlıqla tapdılar. Çünki birincidə was the article published last month relevant. Bilirik ki, sual cümləsində sifətlə bitirsə, bu məhcunluq hesab olunmur. Biri düzgün tapmısınız. İkincidə is this statement backed by reliable resources? Baxırıq backed, yəni bizim verb-üçümüz də var. Artıq bu məhcul növdür. Üçüncü cümləmizdə isə bayaq dediyimiz kimi to be forması, this, that, this, those, üstəgəl determiners, yəni the article, bəli, bu hissə, vurguladığınız hissədə yəni istifadə olunan artıq məhcul növ deyil. Sual cümləsini nəqli cümləyə çevirəndə artıq bu hissə, yəni was-la challenged hissəsi passive voice yaratmır. Dördüncü də asanlıqla tapdınız ki, bu da is-yə artıq is-yə ifadəsidir ki, is to be-nin formaları ümumiyyətlə əvvələ keçirsə z ifadəsində. Bunlar məhcul növ sayılmır. Bəli, doğru cavab, yəni səhv olanları deyirdi bizə ki, məhcul növdə olmayan cümlələr 1, 3 və 4. Belə, indi isə sual-cavab hissəsinə keçək artıq. Sizi maraqlandıran suallarınızı gözləyirik. Reyhanə müəllimə ilə mən çalışacaq ki, daha dolğun şəkildə deyək də suallarınızı cavablandıraq. Buyurun müəllimlər. Müəllimə, mən sualları istəyirsiniz oxuyum, Cəvahir müəllimə. Aha. Bu slaytlar Reading nəşriyyatındakı sertifikasiya üçün olanlarda var. Qayda düsturu, yəni sonuncu slayt. Biz, yəni kitabda soruşurlar ki, qayda hissələri varmı? Xeyr, yox, qayda hissələri yox. Ancaq sınaq Bu sınaq toplusudur. toplusudur. Aha. Zərifə xanım, reading oxuyub anlama testləri üçün elə bizim vəsaitdən də istifadə edə bilərsiniz. İlk dəfə bu yaxınlarda səhv eləmirəmsə, bugün, yəni dünən idi, səhv eləmirəmsə, Təhsil Nazirliyinin yəni artıq özləri də açıqlama veriblər ki, yəni ilk imtahan, ümumiyyətlə sertifikasiya sualları çox da çətin olmur. Yəni sadə suallar olur. Yəni narahat olmayın, çətin olmayacaq. Yəni keçən il necə, bu il də elə, inanıram ki, o cür olacaq. Amma yenə deyirəm ki, oxuyub anlama testləri üzərində çox çalışın. Məsələn, keçən il daha az bal yığanlar və yaxud da ki, 50-ni keçməyən müəllimlərin çoxu oxuyub anlama testlərində artıq çətinlik çəkmişdilər. İlk il idi deyə, belə deyək də, oxuyub anlama testlərinin üzərinə çox düşməmişlər, ən çox qrammatika üzrə çalışmışlar, amma məsləhətim budur ki, artıq 18 günümüz qalıb, 20 günümüz qalıb sertifikasiya imtahanına. Çalışın ki, oxuyub anlama testlərini çox işləyin və bu ekranda gördüyünüz də, yəni MİQ sertifikasiya sınaq toplusu da kifayət qədər oxuyub anlama testləri var. Oradan işləyə bilərsiniz. Yəni çəkinməyin, MİQ üçün olan sınaqlar da sertifikasiya üçün işləyə bilərsiniz. Yəni keçən Reyhanə müəllimə MİQ imtahana da girəndə artıq oxuyub anlama testləri var idi ki, sertifikasiya testlərinin eyni səviyyədə demək olar Bəli. düşmüşdür. Ona görə bu MİQ üçündür, bu sertifikasiya üçündür. Məncə ayırmayın. Hamısını işləməyə çalışın. Tahir müəllim deyəsən yazıb. Tahirə Əhmədova. Ay, üzr istəyirəm. Tahirə xanım, yəni onlar yenə dediyimiz kimi texniki hissələrdir. Onlar yəni Təhsil Nazirliyi özləri açıqlayacaqlar, yəni ətraflı məlumat verirlər kifayət qədər. İndi hələ ki ikinci ildir. Görən növbəti illərdə nələr olacaq? Diaqnostikanın qiyməti xeyr, diaqnostika artıq nəzərə alınmır. Afət xanım, PDF istəyirsiniz? Yox, PDF olmur bu kitabların və PDF-in də yayılması bilirsiniz ki, qadağandır. Olmaz qəti şəkildə.
Amma bu kitabdan Reading nəşriyyatının YouTube kanalından da əldə edə bilərsiniz. Ə, Sınaq Əlaqə 4-ün nömrəsi, bəli. sertifikasiya üçün sınaq 4-ün izahını biz artıq YouTube kanalına yerləşdirmişik. Amma o sınağın PDF-ini əldə edə bilərsiniz. Hı -hı. Cəvahir müəllimə, Reading nəşriyyatının nömrəsi az düşüb. Yəni müəllimlər istəyir ki, Mingəçevirdən tapmaq Aha. olar mı kitabı? Var 055 Rayonlarda da, 217 bəli. 87 38-dir. Burada əldə edə bilərsiniz post vasitəsilə. Bizlə də əlaqə saxlaya bilərsiniz. Nömrə düşür Reyhanə müəllimə gör. Bəli, bəli düşür. Aha. Hı -hı. İmtahandan keçmisiniz. Xeyr, Ülviyə xanım olmaz. Təkrar sertifikasiya olmur. Siz artıq bir də 5 il sonra sertifikasiya imtahanına iştirak edə bilərsiniz. Bu nömrə ilə əlaqə saxlayın, əməkdaşlarımız sizin suallarınızı cavablandıracaqlar. Kitab üçün bizə də müraciət edə bilərsiniz. Könül xanım, keçən ibtidai sinif müəllimlərinin ikinci şans imtahanı olmuşdu kəsilən müəllimlər üçün və o qədər də çətin olmamışdı, yəni normal olmuşdu. Bəli, ibtidai sinif müəllimləri dedi ki, bizim imtahanımızın qat-qat asanı idi. İkinci imtahan. Bilal xanım, mən kifayət qədər public sınaqlar onsuz da paylaşırıq. Bilirsiniz ki, sınaq hazırlamaq, test hazırlamaq da özü də çətindir. Aha. Müəllimlərimiz maşallah qrammatik cəhətdən, digər test cəhətdən heç bir şey qaranlıq qalmır, amma texniki texniki cəhətdən müəllimlərimiz suallarını soruşur. Bəli, Cəvahir müəllimənin summativləri maşallah olsun istifadə edirik həqiqətən. Çox sağ olsun. Əziyyət çəkib, yəni testin özü belə hazırlamaq nə qədər Bəli. adamın vaxtını aparır. Çox vaxt aparır. Çox sağ olun Gülər müəllimə. Burada necə deyərlər, mətnlər çox çətin düşür. İnanın ki, əslində Reyhanə müəllimə uzun mətnlər qısa mətnlərdən daha rahat olur. Daha rahat olur məncə də. Bəli. Yəni ümumi Uzun odur ki, mətn biz konteksti başa düşək. Bəli, Konteksti başa düşəndən sonra. uzun mətnlərdə məlumat daha çoxdur və daha asan bir şəkildə sualı cavablandıra bilir, amma qısa mətnlərdə çalışır ki, parafraz edək, o cümlənin sinonim tapaq, oradan anlayıb o nəticə çıxartmaq biraz daha çətin olur. Hı -hı. Əvvəlini oxuyuruq, axırı yaddan çıxır. Bəzən belə hallara Günel çox xanım rast ölçü gəlinir. olaraq yazıb, amma başa düşmədim, nə məndə də yazıb. Köyün xanım, bizlərlə necə əlaqə saxlaya bilərsiniz? Reyhanə müəllimənin də, mənim də YouTube kanalımız da var. Nəşriyyatın da nömrəsi var burada. 055 217 87 38 əlaqə saxlaya bilərsiniz. Yəni bizim nömrələrimiz hər yerdə var. Reading nəşriyyatının özünün də belə deyək də YouTube kanalı var. Bu Orada dərsləri da bir müəllimə soruşur. Günay xanım deyir ki, bu dərsləri neçə dəfə edirsiniz? Bu sadəcə Reading nəşriyyatının və Gənc Xarici Dillər Müəllimləri Birliyinin təlimi olduğu üçün biz bura dəvət almışıq. bəli. Ə, İnşallah ki, davamı gələr. Bundan ikincisi də sonraki davamı olacaq. var. Bəli, Bəli, davamı bəli. var. İkincisi Ayın də olacaq. 3-üdür deyəsən, hə, Cəvahir Səhv müəllimə? eləmirəmsə, hə, 3 amma dəqiq vaxtı bilinmir, amma yaxın günlərdə Yaxın günlərdə elan paylaşılacaq. bəli, bəli, olacaq. YouTube-dan necə yazacaqsınız? Reading nəşriyyatının YouTube kanalını sizlər yəqin ki, qrupdan linkə daxil olmusunuz. Əməkdaşlarımıza deyəcək qrupa YouTube kanalının linkini paylaşacaqlar sizlər üçün. Oradan daxil olarsınız. Həm YouTube kanalına abunə də olmaq yaxşıdır ki, bildirimləri açıq eləsəz, məlumatlar da əldə edə bilərsiniz. Oradan baxa biləcəksiniz, narahat olmayın. Bəli, yəni ümumi Reyhanə müəllimə də, mən də, yəni belə düşünürük ki, əsas oxuyub anlama testləridir. Hətta Reyhanə müəllimə bəzən elə qrammatik suallar olur ki, orada da oxuyub anlamaya gedib çıxır. E, Düzdür. Bir də çalışın ki, oxuyub anlama testlərindən möhkəm yapışın.
Bu Bu gün gün keçirilən sınaq ingilis dili keçirilmədi mən bilən bəli, bu gün. ingilis də olmadı. Ancaq ilk dəfə Hı. sertifikasiya imtahanında iştirak edəcək müəllimlər, yəni digər fənlər, coğrafiyadır, fizikadır, informatika, səhv eləmirəmsə, və başqa hansı fəndə yadımdan çıxdı? Biologiya, kimya, biologiya. Bəli, bəli. Buradan imtahan verəcək bütün müəllimlər, istəyir MİQ, istəyir sertifikasiya, uğurlar arzulayırıq bütün müəllimlərimizə. Yəni ümid edirik ki, bu təlim sizlər üçün çox faydalı oldu. Sizlərin cavablarınızı görmək bizim üçün də xoş oldu ki, artıq siz təhsil verən kimi imtahana hazırlıqlısınız. Çox sağ olun. Burada Yəni ümidinizi üzməyin müəllimlərim ki, çətin olacaq. Keçən il nə bilim dedilər ki, çox sözlər gəzə bilər müəllimlər. Yəni onlara inanmayın. Biz imtahan verəndə də nə qədər cavari müəllimə deyirdilər ki, ingilis dili çətin olacaq, riyaziyyat çətin asan olur. olacaq, hə, amma Hə, belə deyirdilər ki, 60 ballar çoxdur riyaziyyatdan, amma ki, ingilis dili maşallah olsun, çox yüksək nəticəli müəllimlərimiz oldu. əslində fənlər arasında düzdür biz ingilis dilini tədris Həmişə eləsək də, çətin amma olur. çətin olur. Çünki öz dilimiz Hə, deyil. Nə qədər ingilis dili müəllimi olsaq da öz dilimiz deyil. Yenə nə qədər söz bilsək də bilmədiyimiz sözlər də qarşımıza çıxa bilər. qarşımıza çıxır, Bəli. bəli, düzdür. Ona görə də, yəni heç vaxt belə deyək, ümidinizi itirməyin ki, ay bilmədim, səhv oldu. Ümumi mənaya baxın, çalışın ki, Bəli. çalışın ki, şərtləri xahiş edirəm. Düz oxuyun. Bəzi müəllimlər incorrect yazılır, correct seçin. Korrekt oxuyun, düzdür. Şərtləri düzgün oxuyun müəllimlər. Bir də Bəli. ki, deyirsiniz, çox yoruluruq, yuxusuzuq. Bəli, bu yəni son günlərinizdir demək olar. O İmtahan verəndən sonra hamısı bir günə həll olacaq. hə, yəni düzdür, psixologiya da pozulur. Vaxt da darlıqdır. Yəni həm məktəbə get, həm nə bilim ailə ilə məşğul ol, həm dərslə məşğul ol. Yəni biraz çətin olur, düzdür. Gözəl sözlər də yazıb müəllimləriniz. Çox sağ olun. Çox sağ Təşəkkür olun. edirəm. Bəli, gözəl sözləriniz üçün çox sağ olun müəllimlər. İnşallah növbəti bizim təlimimiz də olacaq. Vüsalə müəllimə, Dilənfuz müəllimə. Onlar da təlimdə iştirak edəcəklər. Onlar da sizlər üçün çox faydalı məlumatlar verəcəklər. O Bəli, məsləhət görərdik ki, digər təlimlərə də qoşulsunlar müəllimlər. Burada iştirak edən müəllimlər ard-arda olsun ki, olar ki, orada da yəni sınaq tipli testlər paylaşılır, izah edilir və yaxud məlumatlar verilir. Ona görə Sinonim, davam antonim etsinlər daha hansı yaxşı olar. vəsaitdən olacaq, deyir müəllimlərimiz. Sinonim, antonimlər dərsliklə olan vəsaitlərdən. Bir də 10-cu, 11-ci siniflər üçün bizim vəsaitimiz var. O vəsaitdən də istifadə edə bilərsiniz. Onun sonunda kifayət qədər, belə deyək də, sinonim, antonim lüğəti var. Hətta idiomlar da var. O kitabdan istifadə edə bilərsiniz. İstəsəz o kitabı sizə göstərə bilərəm. 10-cu, 11-ci siniflər üçün Reyhanə müəllimədə mən də bu kitabın həm müəllifiyik. Bu kitabı da əldə edə bilərsiniz. Sınaq toplusu və onu deyim ki, bu sınaqları inanın ki, siz özünüz də işləyə bilərsiniz. Sertifikasiya Bəli, imtahanı. məncə də məsləhət görərdim. O Məktublərdir. kitabdakı müəllimlər də işləsin onu. Bəli. Və bir də onu deyim ki, Arzu müəllimə və mən, siz bilirsiniz ki, bizim 5-ci siniflər üçün vəsaitimiz işıq üzü gördü yaxın günlərdə artıq satışdadır. 5-ci sinif vəsaiti. Ümid edirəm ki, çox müəllim artıq məlumatlıdır 5-ci sinif vəsaitindən. Hansı ki, bu vəsaitin üzərinə Reyhanə müəllimə 5-ci sinif yazsaq belə, inanın ki, sıfırdan başlayan şagirdlərimiz bundan çox yaxşı bir şəkildə yararlana bilərlər. Bu vəsaitdə necə ki 9-cu buraxılış modelinə uyğun, 9-cu sinif Bəli. buraxılış modelinə uyğun sınaqlarımız var, testlərimiz var, mətnlərimiz var. Yəni sıfırdan bir şagirdi sırf qrammatika yox, çox indi müəllimlərimiz qaçır şagirdlərə ancaq qrammatika. Qrammatika yükləyir, bəli. İnanın ki, onda özünüz də geri qalacaqsınız. Çalışın ki, qrammatika lazımdır, amma bizə o qədər də... Çünki biz dilçi deyilik, biz sadəcə dili öyrədirik. Dili öyrətməyimiz üçün də normal səviyyədə şagirdlərimizin qrammatikaya yiyələnməyi bəs edir. Əsas onlarda speaking, writing, listening bacarıqlarını daha çox təkmilləşdirməkdir. Ona görə bu kitab sizin üçün faydalı olacaq və hətta sizə bir sürprizimiz var. Daha yeni bir kitabımız olacaq 5-ci siniflər üçün Reyhanə müəllimə. O kitabda da sırf mətnlər olacaq, dinləmə mətnləri və reading mətnləri də olacaq. Çox gözəl, O da müəllim, yaxın çox günlərdə gözəl. işıq İnşallah. görəcək. O Bizə elə o kitabın lazımdır, bizim müəllimlərə də o lazımdır. bəli.
Hansı ki o kitab da değil mi? Hem Rus bölməsi üçün də var bu kitabımız, Əla. və Azərbaycan bölməsi üçün də çox faydalanacaqsınız. Ümumiyyətlə reading nəşriyyatının kitabları özünüz də Hamısı bilirsiniz. maraqlı, gözəl Yəni bir-birindən. Həm dizayn, uşaqların da xoşuna dizayn gəlir, rəngarəng, bəli, ağ-qara deyil, Bənövşədə rəngarəng Arzu formada. xanıma təşəkkür edirik dizaynına da görə. Bəli. Çox sağ olsun. Həmişə belə dedik, türklər demişkən titiz yanaşır. Məsələn, Səidə xanım yazıb 8-9-un kitabı. 8-9-un Bəli, kitabı. 8-9-cu sinif Möhtəşəm. kitabları ilk dəfə, yəni bildiyimiz kimi hekayə tipli test Hı. tapşırıqlar olduğuna görə, yəni o kitab bir çox müəllimlərin və şagirdlərin əlindən tutdu, Bəli. həqiqətən. 10-11-ci sinif həmçinin, yəni yeni model əsasında hazırlanıb, suallar tam imtahan modeli səviyyəsində, Dövlət İmtahan Bəli. Mərkəzinin etdiyi meyarlar səviyyəsində hazırlanmış kitab vəsaitimizdir. Yəni əldə edə bilərsiniz. Həmçinin yeni çıxan 5-ci sinif Game Changers kitabı əsasında Digər şagirdlərimizə kitablar da sevimli işlədik. Bəli, Bəli. Reyhanə müəllimə, digər kitablar var, hansı ki, alman dili, fransız dili müəllimlər üçün də öz həmkarlarına belə deyək də məsləhət edə bilərlər. Digər alman dili, fransız dili həmkarlar da tanıdıqları varsa, İnşallah, bilirsiniz ki, bəli. İbtidai siniflərlə işləyən, inşallah növbəti illərdə yəqin ki, belə bir kitablarımız da olar. o İbtidai sinif səviyyəsində. mütləq şəkildə. Bəli, biz hələ ki imtahan modeli əsasında başladıq. İndi aşağı sinifləri də Beşinci nəzərə alırıq. sinif kitabımız müəllimə ilə ibtidai siniflər də, yəni 3-cü sinifdən, 4-cü sinifdən artıq 5-ci sinif kitabına da tədris edə bilərlər şagirdlər üçün. Yəni belə e, qayd edilir Ülviyə xanım, bəli, rekord edirik, narahat olmayın. E, Bəzi müəllimlər texniki səbəbə qoşula bilməyib. Bəli, indi yəqin ki Reading nəşriyyatının özünün YouTube kanalı var, orada paylaşacaqlar. Yəni paylaşacaqlar linki də qruplara göndəriləcək, Qruplara oradan istifadə göndəriləcək. Bəli. edəcəksiniz. Belə başqa sualınız yoxdursa, Reyhanə müəllimə yekunlaşdıraq artıq yavaş-yavaş. Təkrara Salih xanım link göndəriləcək sizdən, YouTube-dan izləyəcəksiniz, narahat olmayın. Oldu müəllimlər, özünüzə yaxşı baxın, həyəcanlanmayın. Nə qədər ki düzdür, vacib bir imtahandır, amma heç bir imtahan, heç bir şey sizdən dəyərli deyil. Ona görə Bəli. də nəticə nə olursa olsun, yəni heç vaxt ümidinizi itirməyin. İnşallah ki, inanıram ki, bu il nəticələr çox yaxşı olacaq. Hətta mən 60 ballar çox gözləyirəm. Gözləyirəm, mən də gözləyirəm Müəllimlərimizdən. inşallah. Bəli, 60 ballar çox gözləyirəm. 60, 59, 55-dən yuxarı, Mən 50-dən 50 yuxarı. plus. Bəli, 50-dən yuxarı çox gözləyirəm ki, inşallah ki, o 35%-in, 10%-i görəsiz. O necə deyirlər, o maaş artımı da insan həqiqətən müəllimlər üçün də bir motivasiyadır. İnşallah ki, onda istifadə edərsiniz xeyirli bir şəkildə, xeyir üçün hər zaman istifadə edə bilərsiniz. Amma yenə deyim, həyəcanlanmayın. Heç bir şey sizdən dəyərli deyil. Ona görə də rahat bir şəkildə ümid edirəm ki, və inanıram sizlərə hər biriniz yaxşı nəticə ilə bu imtahandan da alnı açıq şəkildə çıxacaqsınız. Reyhanə müəllim. İnşallah hər birinizə uğurlar arzulayırıq müəllimlər yenə də. İnşallah yenidən təkrar görüşmək ümidi ilə. Hər birinizə bolluca uğurlar. İstəyir MİQ imtahanı verən, istəyir sertifikasiyada imtahan verən müəllimlərə, yəni bol-bol uğurlar, səbir arzulayıram. Yəni bu son günləriniz çətin olsa belə, bilin ki, yəni bu çətinliklərin bir gün parlaq bir günü olacaq. Bəli, bəli. Çətinlik çəkin, gec yatın, tez durun, testlər işləyin və yaxud materiallarla nə bilim çox vəsaitlər var. Həmçinin bu sınaq vəsaitini də əldə edib qısa bir müddət qalsa belə 25 sınaqlıq testi onun yəni yarısı MİQ üçün, yarısı sertifikasiya üçün nəzərdə tutulub. Qısa müddət olsa da bu test vəsaitindən əldə edib testlərinizi işləyib özünüzü də sınaya bilərsiniz və yaxud bu qısa müddət ərzində yeni materiallar mənimsəyə bilərsiniz. Belə. Düz. Belə vəsaitdə tanıtı deyilik. Vəsaitlə bu MİQ sertifikasiya vəsaiti ilə Bəli, bütün satış məntəqələrində olmalıdır, kitab evlərində təlimdən var. sonra artıq Və qrupda yəqin bəli, ki, əməkdaşlarımız paylaşacaq kitab haqqında da paylaşacaq. məlumat verərlər sizə. Yenə əlavə suallarınız olsa, yenə də qrupa yazıb ətraflı şəkildə kitabı necə əldə etmək lazımdır. Onlar sizə köməklik edəcəklər. Narahat olmayın, poçtada göndərilir. Kitabın Kitabın PDF-i PDF-i deyil, yoxdur. Səadət xanım. Olmaz, kitabın PDF-i olmaz artıq. Yəni inanın ki, yəni ciddi bir əmək var. Hər bir kitabda ciddi bir əmək var. Özünüz bilirsiniz ki, sual hazırlamaq çox çətindir. Çox Ayrıca çətindir. stresi var. Ona görə də PDF falan elə bir şey olmasın. Oldu müəllimlər, özünüzə yaxşı baxın.
İnşallah ki sizlərlə yenə növbəti təlimlərdə, növbəti görüşlərdə birlikdə olacaq. Hələlik sağ olun. Reyhanə müəllimə çox sağ olun. Sizə də təşəkkür edirik. Siz də çox sağ olun Cəvahir müəllimə. Sağ Çox olun. təşəkkür edirəm sizə də. Çox sağ olun. Hələlik sağ olun müəllimə. Hələlik.